Deyirlər universitet elmin evi gələcəyin isə laboratoriyasıdır. Burada təkcə formullar deyil, dostluqlar da qarışır. Həm təcrübələr, həm də xatirələr yaranır. Bir layihə gecə laboratoriyada başlayır, amma səhər yeməkxanada davam eləyir. Deməli, universitet həm sosial laboratoriyadır, həm də ki, ikinci evdir. Bugünkü sualımız budur. Universitet bizi elmi cəhətdən yetişdirir, yoxsa sosial cəhətdən formalaşdırır? Bumerang başladı. Suallar atılır, cavablar qayıdır. Bəzən dərsdən, bəzən isə həyatdan. Bugün studiyamızda tələbələrin həyatının sosial tərəflərini idarə edən, onların tədbirlərdən tutmuş karyer imkanlarına qədər tələbələrin yanında olan bir qonaq var. O, Adnüsü rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə xanım Əmirbəyevadır. Xoş gəlmisiniz Nəsibə xanım. Çox sağ olun, təşəkkür edirəm ki, məni də dəvət etdiniz. Düşünürəm ki, universitet tələbələr üçün sadəcə olaraq təhsil alacağı bir məkan deyil, həm də onların sosial həyatını inkişaf etdirəcək bir yer ola bilər. Tələbə həyatı deyəndə daha çox imtahanlar nəzərdə tutulur. Amma universitetin özünün də sosial həyatı var. Bəs sizcə tələbələr üçün ən vacib dərs auditoriyada baş verir, yoxsa həyatın özündə? Əslində bizim həyatımız da bir imtahandır. Tələbə ilkin mərhələdə universitetə girəndə ancaq düşünür ki, universitetə girdim, imtahanları necə verəcəm, dərsləri necə oxuyacam. Ancaq sonra yeni tanışlıqlar, insanlarla tanış olmaq, ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə dəstək olur. Onlara müxtəlif, belə deyək, fəaliyyətlərdə iştirak etməyə imkan yaradır və o zaman tələbə başa düşür ki, əslində həyat hələ özü imtahandır və daha bir fərqli mühitdə özünü göstərməyə başlayacaq və bu imtahanın keçmək və keçməmək onun üzərində olacaq. Tələbələrin sosial problemləri deyəndə nədən başlayırıq? Təqaüddən, yoxsa qrup yoldaşım mənim xətrimə dəyir mərhələsindən? Əslində bu suala belə cavab vermək istəyərdim. Təbii ki, tələbələrin təqaüd məsələsi onların ən maraqlı nöqtələrindən biridir. Onları narahat edən, hər zaman təqaüdü nə vaxt alacağıq, nə vaxt keçəcək deyən bir hissəsidir. Ancaq digər tərəfdən düşünəndə, təbii ki, bu onların arasında çox gözəl rəqabət imkanı yaradır. Müxtəlif müsabiqələrdə iştirak eləmək, müxtəlif tədbirlərdə iştirak eləmək və orada özünü təqdim eləmək bir növ onların özləri də bilmədən bu rəqabət getdikcə daha da sosial məsələlərə yönəlir və tələbələr artıq özlərini inkişaf etdirmək, ünsiyyət bacarığını inkişaf etdirmək kimi məsələləri daha önə qoyurlar. Tədbirlər, festivallar, sosial layihələr tələbəyə nə qatır? Çox şey. Çünki universitetə tək sadəcə olaraq dərsə gəldik, auditoriyaya girdik və dərs olduğu kimi baxmaq düzgün deyil. Əgər bu şəkildə universitetə baxsaq, 4 ilin sonunda əldə edəcəyimiz heç bir şey ola bilməyəcək. Tələbə mütləq şəkildə o tədbirlərdə, təlimlərdə iştirak etməlidir ki, özlərini inkişaf elətdirsinlər. Və bu inkişafın nəticəsində onlar yeni dostluqlar əldə edə bilərlər, yeni şəbəkələşmələri ola bilər ki, müxtəlif şəbəkələşmələrdə iştirak etdikdə onlara yeni imkanlar yarana bilər. Və gələcəkdə bu imkanlar onların hələ ən azı deyək ki, CV-sində qeyd olunanda, qarşı tərəf şirkətlərdən onlara qarşı bir maraq oyananda birinci növbədə onların iştirak elədiyi bu, belə deyək, yerlərə baxacaqlar. Ona görə də məncə bu daha vacib olacaq onlar üçün. Bəzi tələbələr universiteti sadəcə diplom kimi görür. Sizcə sosial həyat tələbənin bu düşüncəsini dəyişdirə bilərmi? 100% dəyişdirə bilər. Hər bir tələbə universitetə girəndə təbii olaraq universitet haqqında məlumatı olmadığı üçün universiteti diplom kimi görə bilər. Çünki fikirləşir ki, 4 ilin sonunda mən bir sənəd əldə edəcəm və bu sənədlə həyatımın digər addımlarını atmağa başlayacağam. Amma əslində olaraq universitetə girdikdən sonra bu asılıdır ki, tələbə insanlarla, qrup yoldaşlarıyla necə ünsiyyət qurmağa başlayacaq. Əgər bu ünsiyyət çox yaxşı, çox mehriban, gözəl bir kollektivlə olacaqsa, tələbə universiteti diplom kimi yox, gözəl bir ikinci bir ev kimi görəcək. Əgər yox, həqiqətən də tələbə yenə də eyni tempdə qalacaqsa ki, ünsiyyət qura bilməyəcək, qarşı tərəfdən özünə qarşı bir mehribançılıq görməyəcək, bəli, o universitetə sadəcə olaraq 4 il bitsin, bu universiteti bitirim və çıxım gedim deyə düşünəcək. Tələbə olmaq biraz da sosial eksperiment kimidir. Müxtəlif fikirlər, insanlar, mühitlər. Sizcə universitet bu müxtəlifliyi necə idarə edir? Əslində universitetin əsas məqsədi də bundan ibarətdir ki, müxtəlif yerlərdən gələn müxtəlif tipli tələbələrin, insanların birgə toplanılıb, birgə fəaliyyət göstərməsini nizamlamaq, tənzimləmək. Bunun üçün universitetin daxili nizam-intizam qaydaları var. Bunun üçün universitetin təhsil alanlarla iş şöbəsi var, müxtəlif struktur bölmələri var. Bunun üçün universitetin psixologiya xidməti mərkəzi var ki, tələbələrimiz üçün
Məsələn, problemli bir vəziyyət yarananda psixoloji dəstəkdən istifadə olunsun. Tələbələrin müəyyən fəaliyyətlərini həyata keçirmək üçün təhsil alanlarla iş şöbəsi dəstəyi olsun və adi bir sadə bir mexanizm, daxili nizam qaydası belə tələbəyə artıq imkan verir ki, o öz hüquqlarını da bilsin və universitetin də daxildə hansı qaydalara riayət olunmaq istədiyini də öyrənsin və onu belə deyək, problemlər yaşanmasın onu həyata keçirdəndə. Karyera inkişafı sosial dəstəkdən asılıdırmı? Yoxsa bəzən düzgün insanla tanış olmaq CV-dən daha çox işə yarayır? Çox qəşəng sualdır. Əslində, karyera inkişafı bəlkə birinci növbədə CV-dən asılıdır, amma bir CV-ni hazırlayıb, təqdim edib, ondan yaxşı sorğu nəticə gözləməkdənsə, hər hansısa bir networking tədbirində tanış olduğun şəxslə bir qədər danışıb, özünü daha rahat təqdim eləyəndə daha çox nəsə əldə etmək imkanın olur. Bizim universitetdə də bunun üçün məzunlarla iş və karyera mərkəzi var və bu mərkəz tələbələrimizin karyera inkişafında, CV-dən tutmuş motivasiya məktubuna qədər, ondan sonra tələbələrimiz üçün müxtəlif karyera festivallarının, sərgilərinin keçirilməsi, bu istiqamətdə tələbələrə dəstək olur. Eləcə də məzunlardan da dəstəyini əsirgəmir, müxtəlif məzunlarla görüşlərin təşkil olunması, məzun forumlarının keçirilməsi, onların bizim universitetə gəlib yenidən öz təcrübələrini paylaşması üçün xüsusi bir, belə deyək, struktur bölmədir. Bəzən tələbələr deyir ki, problemimiz var, amma kimə deyəcəyimizi bilmirik. Universitet bu boşluğu necə doldurur? Bunun üçün bizim sosial şəbəkələrimiz var. Və sosial şəbəkələrimiz üzərindən əslində bütün gün ərzində universitetdə baş verən bütün paylaşımlar olunur. Və bu paylaşımlar sayəsində əslində tələbələr rəy bölməsindən bir yazsa ki, bu nə tədbir idi, bizi də belə bir tədbirlərə çağırın. Bizim Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı, Tələbə Elmi Cəmiyyəti həmin tələbələri cəlb edə bilərlər. Və eləcə də vaxtaşırı sorğular olur. Məsələn, bu yaxınlarda istedadlar sorağında adlı bir sorğu paylaşılıbdır tələbələrlə. Bu bizim istedadlı tələbələrimizi bir nöqtəyə yığmaq və onlarla gözəl tədbirlər keçirtmək üçün nəzərdə tutulub. Sadə bir mexanizmdir. Tələbələr sosial şəbəkələrimizi vaxtaşırı izləsələr və bizə müraciət oradan etsələr, biz onların hər birini özümüz tapacağıq, narahat olmasınlar. Tədbirlər çoxdur, layihələr çoxdur. Bəs tələbələrin hamısı bu layihələrdə iştirak edə bilirmi? Yoxsa burada da aktivlər və passivlər var? Əslində belə deyək, aktivlər və passivlər məsələsi hər zaman var. Amma tələbələr bizim keçirdiyimiz bütün tədbirlərdə çox maraqla iştirak edirlər. Sadəcə olaraq aktivlər daha çox təşkilati hissələrə dəstək olmağa çalışırlar, passivlər daha çox dinləmə. Bu da düşünmürəm ki, passivlikdəndir. Sadəcə olaraq bəlkə də hardasa biraz utancaqlıq, narahatçılıq, özünü təqdim etmə bacarığında biraz çətinlikdən irəli gəlir. Bu da bir neçə tədbirdən sonra artıq öz yerini tutur. Universitet bizim üçün ikinci ev olur və hər evində qaydaları olur. Bəs sosial məsuliyyət bu evin nizamını necə qoruyur? Bəli, universitet əslində ikinci evdir həqiqətən. Amma yenə də qeyd etdiyim kimi, əgər tələbə özünü bu universitetdə rahat hiss eləyirsə, yəni bu ikinci evi özünü evi kimi görə bilirsə, bunun üçün də hər evin qaydası olduğu kimi universitetin də qaydaları var və bu daxili nizam qaydaları ilə tənzimlənir və bu qaydalara riayət edən hər bir tələbə üçün universitet rahat şəkildə ikinci ev ola bilir. Eləcə də qeyd etmək istərdim ki, tələbələrimiz universitetin istənilən təşkilatında könüllü kimi fəaliyyət göstərə bilirlər və bunun üçün onlarda heç bir məhdudiyyət yoxdur. Yəni tələbələrimiz bərabər hüquqludurlar. Elə o zaman da biz universitet olaraq tələbələr üçün artıq maraqlı oluruq. Əgər universitet bir cəmiyyətdirsə, sosial münasibətləri öyrənmək də bir dərsdir. Bəs bu dərsin qiymətləndirilməsi necə aparılır? Əlbəttə, sosial bacarıqların inkişaf etdirilməsi çox vacib məsələlərdən biridir və ölçülə bilən kriteriyalar olmalıdır. Bu ölçülə bilən kriteriyalara tələbələrin ünsiyyət bacarığı, komandada işləmə, təşkilatlanması, şəbəkələşməsi daxildir. Əgər tələbələrdə bu kriteriyaların hamısı yüksək səviyyədə olacaqsa, deməli tələbə buradan 5 bal ala biləcək. Çox sağ olun Nəsibə xanım. Görünür sosial məsələlər təkcə müavinətlər və tədbirlərdən ibarət deyil. O universitetin ürək döyüntüsüdür. Dəvətiniz üçün təşəkkür edirəm. Bəli, tələbə həyatı canlı bir sistemdir və hər tələbə bu sistemin bir hissəsidir və biz çalışırıq ki, bu sistem sağlam və motivasiyalı olsun. Bugün öyrəndik ki, universitet sadəcə dərs deyil, həm də həyatın məşq meydançasıdır. Burada dostluq, əməkdaşlıq, sosial məsuliyyət və fürsət bir aradadır. Bumerang kimi sualları atdıq, cavabları qayıtdı. Bəzən tədrisdən, bəzən həyatdan, bəzən isə tələbənin öz səsindən. Əsas odur ki, bu suallar hamını biraz daha yaxınlaşdırdı. Görüşənədək. Burada təkcə formulalar yox, dostluqlar. Bu deyildi.
Bir dənə sualını da bir də verək, zəhmət olmaz. Bunları qoymayın araya. Belə bir maraqlı bir tədbirdir. Sizdə niyə bu qədər departament var? Bizdə yoxdur. Mən bunların adını bilmirəm. Bəzən olur, bəli. Bəzən olmur, çox olur. Adnusu rektorunun sosial məsələlər üzrə müşaviri. Deməli, məndən yoxdur, hər yerə mən çağırılacağam, mən ən yaxşısıyam. Olur bu. Bu yenə də bir insan xarakteridir. Yəni bunu biz dəyişə bilmərik. Gəlin gedək çay içək, gəlin gedək səhər yeməyi yeyək adı altında bu işləri görmək. Çox qəşəng şeylər baş verir. Soruşmayın çünki biz yəni yaşayırıq. Söz verirsinizsə, söz.